Almaniyada benzinin və dizel yanacağının qiyməti kəskin artıb. Bu artım sürücülərin gündəlik xərclərinə də ciddi təsir göstərir. İqtisadi proseslərə təbii ki bir əlavə yük yaradır. Sürücülərin reaksiyaları və rəsmi açıqlamalar bazarın mürəkkəbliyini açıq şəkildə göstərir. Almaniya üzrə xüsusi müxbirimiz Günay Məmmədovanın bu barədə bir reportajı var. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar son günlər Avropada yanacağın qiyməti həddindən artıq yüksək həddə çatıb və biz hazırda Berlində yanacaq doldurma məntəqəsindəyik və bu tablodan da gördüyünüz kimi benzin və dizelin qiyməti 1 litrə görə artıq 3 avroya yaxınlaşır və ekspertlər proqnozlaşdırırlar ki, əgər Yaxın Şərqdəki vəziyyət sabitləşməsə, qiymətdə dalğalanma davam eləyəcək. Ümid edirəm ki, bahalaşma uzun sürməyəcək. Qiymətlər yenidən tənzimlənəcək. Hər gün buna görə əsəbləşməməyə çalışıram. Burada benzinin qiyməti yüksəkdir. Biz Polşa ilə sərhədə yaxın yaşadığımız üçün Polşada yanacaq doldururuq. İndi də yanacaq doldurmaq üçün ora gedirik. Hazırda yanacaq doldurduğum nəqliyyat vasitəsi xidmət avtomobildir. Şəxsi avtomobilimi sürmürəm, çünki benzin çox bahadır. Avtomobildən istifadə mənim üçün vacibdir. Ona görə yanacaq ala bilmək üçün başqa şeylərə qənaət etməli olacağam. Qiymətlər hər kəsi təəccübləndirir. Yanacağın hazırki qiymətlərinə rəsmi şəxslər də etiraz edirlər. Əgər bu soyğunçuluq deyilsə, onda mən bilmirəm, başqa nəyi soyğun adlandırmaq olar. Hər gün insanlar işə gedib gəlir. Onlar yanacağın qiymətinin bu qədər yüksək olmasından əziyyət çəkir və bunu heç kimə izah eləmək mümkün deyil. Buna görə də federal hökumət daha fəal olmalı və bu vəziyyətə son qoymalıdır. Almaniyanın Yanacaq və Enerji Sənayesi Assosiasiyası da Yaxın Şərqdən xüsusilə dizel yanacağının tədarükündə fasilələrin olacağını proqnozlaşdırır. Yeri gəlmişkən, ölkədə qazın qiyməti də əhəmiyyətli dərəcədə artıb. Almaniyanın Qaz və Hidrogen Assosiasiyasının idarə heyətinin sədri Tim Kehler ASTV xəbərin Almaniya bürosunun sorğusuna cavab olaraq bildirdi ki, Hazırki qiymət səviyyəsi geosiyasi qeyri-müəyyənliyə və LNG təchizat zəncirlərində mümkün risklərə cavab olaraq yaranıb. Qiymətlərin nə qədər yüksək qalacağı isə vəziyyətin qısa müddətdə sabitləşib, sabitləşməməsindən və ya daha uzun müddət davam etməsindən asılıdır. Yanacağın bahalaşmasının Almaniyada ictimai nəqliyyatda gediş haqqlarına da təsir edəcəyi gözlənilir. Günay Məmmədova, Azərbaycan Televiziyasının Almaniya bürosu, Berlin.